Siz elə bilirsiniz, dövlət 10 il bundan qabaq bilmirdi ki, İmamoğlu nə ilə məşğul olur. İstanbul Bələdiyyə Başkanı seçiləndə dövlət bilmirdi bunun nələri var. Siz elə bilir, yəni ki, insanlarımız elə bilir ki, dövlət indi ayıldı ki, İmamoğlu bir işləri görür. Bu iddia Bəziləri də deyir ki, bəziləri də deyir ki, Tayyip Erdoğan'a rəqib olduğuna görə götürürlər aradan. Doğrudurmu? Bəli, bəli. İndi sual verəcəyim. Dövlət, yəni mən dövlətdən danışıram, bilmir ki, Sayın Erdoğan'ın 70 yaşı var, bir neçə ildən sonra Cumhurbaşkanı olmayacaq, düzdürmü? Dövlət əbədidir. Siyasətçilər gəlib gedərdi, doğrudurmu? Bəli. Dövlət bunu bilə-bilə, əgər İmamoğlu da dövlət üçün təhlükə olmadığını düşünsəydi, o İmamoğlu'na qarşı çıxardımı? Və eyni zamanda İmamoğlu'nun hansısa cinayətləri və əməlləri olmasaydı, onu yargıya çəkmək olardı, yox. Hər hansı bir insanın başdan ayağa tərtəmiz olsun, heç bir cinayətli əli olmasın və eyni zamanda hansısa siyasi pisliklərdə iştirak eləməsin. O adamı hardasa ittiham eləmək, nədəsə ittiham eləmək olmaz Türkiyə kimi dövlətdə. Basın var, qəzetə var. Sabah bunlar izahat verməlidir xalqa. Hansı maddələrlə bu ittiham olundu? Sübutları göstərəcəklər və sübutlar göstərəndən sonra kimsə deyə bilərmi ki, bu kimi cinayət tərkibli əməlləri olan bir İmamoğlu niyə həbs olunub, qoyun elə Cumhurbaşkanı olsun, xalq da onun arxasında dursun, harada ola bilər belə şey? Cumhurbaşkanı olan adamın, mən öncədən də dedim ki, artıq elə dövlətlər var ki, orada hər kəs Cumhurbaşkanı olanmaz. Hər kəs siyasətin üst düzeyində söz sahibi olanmaz. Müəyyən rol ala bilər. Dövlət müəyyən adamlara rol verə bilər, müvəqqəti, bilinçli olaraq. Amma onlar dövlətin söz sahibi olan adamlar ola bilməz.